Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Bütün izleyicilere, dostlarıma selam deyirəm. O cür ki, vədə vermişdik, İslamlıq və tühlük mövzusunu sizinlə başlayırıq. Sual budur. Müsəlmanlar eyni halda ki, müsəlmandılar, aya milliyyətçi ola bilərlər ya yox? Hoviyyətlərini axtara bilərlər ya yox? İslamla tühlərin arasında nə münasibət olubdur? Aya bu münasibət diyaloqdur, iki tərəflidir, ya monoloqdur, bir tərəflidir? Biz bilirik, tühlər dünyanın ən əski millətlərindən olublar, böyük təməddünlər qurublar, mədəniyyətə çoxlu faydalar çatdırıblar, bütün hikmət, elm sahəsində böyük əsərlər yaraldıblar, dərin həkimlər, güclü alimlər yetişdiriblər. Tühlər İslamla tanış olarkən, iman nurundan dadarkən, ona zəngin şəxsiyyətlər bəxş ediblər. O cümlədən Əbu Nəsr Farabi, İbn Sina, Əbu Reyhan Biruni, Yusuf Xurasani, Xacə Əhməd Yəsəvi, پیر ترکستان، محمود کاشغری، خوارزمی، زمخشری، شیخ شهاب الدین سهروردی، خطیب تبریزی، نظامی گنجوی، خاقانی شیروانی، خواجه احمد فقیه، شمس تبریزی، مولانا جلال الدین محمد ابن محمد بلخی رومی، یونس امره، شیخ محمود شبستری، عمادالدین نسیمی، امیر علی شیر نوایی، عبدالقادر مراغعی، فضولی، صائب تبریزی، حکیم هیدجی، سید ابوالقاسم نباتی، شاه اسماعیل خطایی، معاصر zamanədə Nazım Hikmət, Şəhriyar və daha çoxları ki, saymaq olar. Əgər tühlərin tarixini insafla oxuyaq, İslam Türk torpaqlarına girərkən bir sıra tartışmalardan keçsək, tühlər ürəkdən, kürəkdən İslamı qarşılayıblar. Bunlar Seyfullah adını daşıyıblar. İslamın çırpınan qəlbi kəskin qılıncı olublar. Dünyanın dörd bir yanına onu irəli sürüblər. Bayrağını yüksəldiriblər. Məscidlər qurublar. Camilər tikiblər. Mənarələr qaldırıblar. Mevlana demişkən, mən mənarə پر کنم آفاق را کور گردانم دو چشم ağ را gələcək nazlım ufuqlərdən səsin edərəm kör çəkməyənlər gözlərin. Amma təəssüflə tühlərin İslamlığa və İslamçılığa çəkdiyi çətinliklər, zəhmətlər əmd olaraq üstü örtülübdür. Bir sıra alimlər bəzi vaxtlar tühlərin tarixində olan qaynaqlardan göz örtüblər. Amma günəşin üzünü palçıqlamaqla örtmək olarmı? کی توان اندود این خورشید را به کف گل تو بگو آخر مرا که که باشد کو بپوشد روی آب تین که باشد کو بپوشد آفتاب. Bir ovuc palçığından necə günəşi vermək olar nurun heçə? Nəçidir dərya balığı örtsün saman, günəşi hardan edər palçıq yalan. Bu sözlər ki, sizinlə bu dəfə birinci hissədə ortalığa qoyacam, paylaşacam, ola bilər bir azca səs-küy salsın. Amma salsın. Mevlana demişkən, mən çə غم دارم که ویرانی بود زیر ویران گنج سلطانی بود. Yıxsa da yıxsın, mənim yoxdur qəmim ki yatıb viranədə gəncim mənim. Gənc viranələrdə olar. Mənim öz düşüncəmdir.
Tənqid qapısı da açıqdır. Sorun budur. Qur'andan başlayırıq. Qur'anda tühlərə bağlı nə bəşarət verilib? Onlarla asılı Qur'an nə deyibdir? Cavab hədir. Maidə surəsində 54-cü ayədə vədə verilən bəşarət olunan qovm kələməsi tühlərə aiddir. Bilirik, Maidə surəsi Mədinədə nazil olan son surələrdən, bəlkə diqqətlə desək, sonuncu surədir. Demək olar, nəbəvi təcrübəsinin ən mükəmməl təcrübəsidir. Vəhyin 23 il sürəcini, İslam dininin son sözlərini, İslamlığın fəlsəfəsini, Allaha, aləmə, Adəmə baxışığını bu surədə görmək olar. Xüsusən bu surə bir dəfədə hamısı birlikdə məna aləmindən ənməsi, Peyğəmbərin ürəyində yenməsi, şühud qaynağından içməsi bizim bu düşüncəni gücləndirir. Ayə belə başlayır. Ya əyyuhəl-ləzinə amənu. Ey iman gətirənlər! Mən yərtəddə minkum ən dinih. Sizlərdən kimsə dindən çönsə, çönsün, dönsə, dönsün. Heç bir hadisə üz verməyəcək. Allaha zərəri yoxdur. Siz də sıxılmayın, darıxmayın. Fəsəvfə yətillahu bi qavmin. Niyə ki? Allah gələcəkdə bir qovmi gətirəcək. Qovmi ki, siz tanımırsınız. Yuhibbuhum. Onlar Allahı çox sevirlər. Və yuhibbunə. Yuhibbuhum. Onları Allah çox sevir. Və yuhibbunə. Və onlar da Allahı çox sevirlər. Əzillətən ələl müminin. Onlar müminlərin qabağında çox alçaq göyül, boynunu əyən, başaşağıdırlar. Əizzətən ələl kafirin. Kafirlərin qabağında çox güclü, böyük, sınmayandılar. Yücahidunə fi səbilillah. Allah yolunda cihad edərlər. Və la yəxafunə ləvmətə laim. Şəmatət edənlərin şəmatətindən qorxmurlar. Tiskinmələri, çəkinmələri yoxdur. Zalikə fəzlullah. Bu Allahın fəzlidir, vergisidir. Yutihi mən yeşa. Kimsəyə istər bağışlar. Vəllahu vasiun əlim. Allah əlbəttə vüsət verən, işləri genişləndirən və biləndir. O sizin dininizi o qovmun əli ilə vüsət verəcək. Bütün aləmdə yayıb genişləndirəcək. Müminlər Peyğəmbərin öz işlərində olmamasından çox rahatsız idilər. Olmaya Peyğəmbər vəfat edərkən hamı dindən çönə. Bu ayə müminlərə bir bəşarət verir. Bir güvəncidir. Gələn günləri görməkdir. Niyə? Qovm kələməsi tüh barəsindədir. Qovm kələməsi ümumiyyətdə Qur'anda bir topluma işarə eləyir ki, bir adamın ya bir düşüncəyə sığınıblar. Qovm-i İbrahim, qovm-i Yahud, qovm-i Nəsara, qovm-i Lut, qovm-i Nuh. Allah müminlərə belə vədə verir. Ey müminlər, Peyğəmbər həyatını dəyişərkən sizlərdən dindən çönəni olacaq, olsun, qorxu yox, darıxmayın. Siz İslamın gələcəyinə baxın. Allah bir qovmi gətirəcək, sizinlə üzbəüz eləyəcək ki, onları Allah sevir və sevəcək. Onlar da Allahı sevib və sevəcəklər. Bilirsiniz, sav kələməsi uzaq gələcəyi görsətməkdən ötəridir. Ərəb ədəbiyyatında belədir. Qovmin tənvinlə gəlib, yəni nəkərədir. Yəni siz bir qovmu tanımırsınız. Həm də tənvin burada təfxim və təzimdir. O qovm elə belə məmuli qovm deyil. Onlar böyük adamlardılar. İndi bu tənvini bir qıssaca tövsifi cümlə ilə bizlərə tanıtdırır.
Bunların Allahla ilgisi hobb əsasındadır. Biz bilirik, türklər tarix boyu ən əski irfani baxışığa, özənliklə şamanizmə sahib idilər. Hobb ya həman eşq qavramı onlar orada yaratmışdılar. Tanrını sevəsən, təbiəti sevəsən, təbiətlə danışasan, təbiətdə olan ruhu, həman Tanrını güclü bilib, rüyada ona bağlanasan, onunla noxoşluqları dərman eləyəsən, bu düşüncəyə illər öncə türklər sahibi idilər. O ki, Quranda gəlir, yusəbbihu lillahi ma fis-səmavat və ma fil-ərz, yusəbbihu yəni üzmək, bu aləmdə üzməkdən gəlir. Məsbəh yəni üzmək yeri. Quranda bir şamanizmi düşüncədir. Məsnəvidə oradakı Mevlana deyir, cümle ecza-i cihan əndər nəhan, ba to میگویند روزان و شبان، ما سمیعیم و بصیریم و خوشیم، با شما نامəhرəman ما خاموشیم. Bir şamanizmi bir düşüncədir. Şəms-i Təbrizi şamanizmi düşüncəni özü ilə daşıyırdı. Onu da Mevlana'ya intiqal verirdi. Belə düşüncə ərəblərdə, faslarda, nəsarada, yəhudda olmayıb. Buna görə belə bir qovm o ayədə təhcə türklər ola bilər. Müfəssirlər bir sıraları deyib, bu ayə Əbu Bəkr barəsindədir. Axı Əbu Bəkr qovm deyildi. O olsaydı Qur'an səyətihim işlədərdi. Bundan sonra Əbu Bəkr zəkat verməyənlərlə döyüşə girir. Bir sıra müfəssirlər ənsarı bilib, bir sıra mühacirləri bilib, bir sıra Yəməndə olan müsəlmanları. Amma o müfəssirlər yolu düz getməyiblər. Təfsirləri yanlışdır. Niyə ki, o qovumlar Allahla ilgiləri ubudiyyət əsasındaydı. Hobb qavramı hələ düzəlməmişdi. Hobb əsasında yox. Ubudiyyətlə hobb fərqlidir. Onlar hamısı ərəblərə tanınmış bir qrup, bir qovm idilər. Qur'an gərək əl-qovm gətirərdi, qovm yox. Ərəblərlə qonşularında olan qovmlərlə də heç vaxt bu qovm kələməsi onlara aid ola bilməzdi. Niyə ki, bunlarla onların arasında illər boyu qılıc hakim olmuşdu. Ərəblərin qonşularındakı olan qovumlar ərəbləri heç vaxt istəməyiblər. Onların hələ inkişafını gözləri götürməyiblər. Ərəblər də əlbəttə onlara əcəm deyiblər. Əcəm yanı dili yox, danışmağa kələməsi yox. Necə ola bilər İslamla bu qovmun arasında hobb bilgisi yarana? Dostluq körpüsü necə qurula bilər? Bu qovm tarix boyu Allah yolunda mücahidə eləməyiblər. Biz türklər o qovmlar kimin ərəblərə baxmamalıyıq. Niyə ki, tarix boyu münasibətlərimiz, ilgilərimiz ərəblərlə fərqli olubdur. Mən 30 ilə yaxındır ərəb ədəbiyyatı ilə, Qur'an və təfsirləri ilə, Nəhcül Bəlağə və təfsirləri ilə, Mevlana, Məsnəvi, Şəms divanı əsərləri ilə, şərhləri ilə, bir sıra fəlsəfi məktəblərlə ons tutub, yoldaş olub, kitablar oxumuşam. Onlarla bağlı danışıb məqalələr, kitablar yazmışam. 4 dildə, ərəbcədə, farscada, türkcədə, ingiliscədə bu mövzularda yazıb, düşünüb, danışmışam. Birdən birə bu düşüncəyə əl tapmamışam. Qur'an türk barəsində bu işarəti, bu bişarəti veribdir. Bu işarətə şahid Nəhcü Bəlağədə, bir sıra rivayətlərdə də var. Şahidlərimiz olacaq. Gələn videolarda onları sizlərlə açıqlayacağıq. Sağ olun, gələn görüşə qədər.